Hə, köhnələr, sabahınız xeyir olsun Meşdağa bağlarından. Deyirəm ki, mən tez-tez Meşdağada qalıram. Özü çox vaxtı buradan işləyirəm. Yəni müəyyən işləri görürəm burada. Rahatçılıqdır, sakitçilikdir. Allah saxlamışlar, mane törətmirlər. Ona görə bura iş üçün çox bir əlverişli yerdir. Yəni demək olar ki, burada mənə əməlli başlı bir ilhamlar gəlir də. Sözsüz ki, işləyir adam, işləyəndə adam neynir? Acıyır. Həmişə də vaxt olmur durub neysə bişirmək. Amma bilirsiniz ha, yəni köhnə yeməkləri mən bişirə bilirəm. Dəfələrlə göstərmişəm. Neysə həmən hallarda mən neynirəm? Açıram Volt tətbiqini, sifariş edirəm burada ətrafda. Görüm harda nə var. Onu da deyim sizə ki, bu neçə il ərzində artıq burada ətrafda kim nə satır, yəni bütün yeməkxanaları hamısını tanıyıram. Və bu başdan demək istəyirəm ki, olan heç birinə yüksək bir qiymət verə bilmərəm. Amma dünənki bir hadisə əməlli başlı bir, necə söyləyim, bir nonsens oldu da, bir yenilik oldu da. Yəni o dərəcədə keyfiyyətsiz yemək mən hələ də burada bu ərazidə görməmişdim də. Yəni bundan qabaq keyfiyyətsiz dediklərim sən demə bunun yanında toya getməli idi. Volt tətbiqi vasitəsilə baxdım, gördüm burada yurd ocağı nəsə bir yeni bir yer var. Sonra biraz internetdə də baxdım, gördüm təntənəli açılış filan, beşməkan, neysə allandım. 54 manatlıq bunlardan sifariş etdim. Çox ac idim. İnanın səhərdən heç bir şey yeməmişdim. Bir pors İskəndər dönər, bir dənə o xırçıltılı badımcandan, bir dənə humus, bir dənə haydari, iki dənə də yoxsa bir dənə Pepsi, yoxsa kola, neysə var belə bir şey də. Yəni balaca kolalardan da 2 dənə sifariş verdim. Onu da demək istəyirəm ki, bir dənə balaca kolanı 5 manata satırlar. Başa düşdünüz? Neysə 54 manat hesab elədi. Gəldi çatdı sifariş. Birincisi bağlaması sıfırda, yəni adi bir dənə belə fırvıra bir dənə belə bir paketdə gətiriblər. Nə çek var, heç bir şey. Yəni Voltun hələ birinci bütün qaydalarına zid. Yemək biabırçılıq. Mən indi göstərəcəm, siz hamısını çəkmişəm. Hələ bir ki, it yiyibdir, pişik qusub. Yəni tullantı. Gələn kimi o dəqiqə tullantı. Neysə götürdüm, yığdım bunlara. Zəng elədim. Danışdım, irad bildirdim. Dedim ki, bax bu nədir? Ətimiz yanıb, yeməli döyür. Əməlli başlı bu tullantıdır da, siz bunu yemək adı ilə cəmaata sıyırsınız. Bilirsiniz, mən çox belə əsəbləşirəm ki, halal pulla neysə alanda, mənə gətirib keyfiyyətsiz məhsul verəndə. Hələ məqsədim də budur ki, yəni sizinlə paylaşım ki, siz öz pulunuzun qədrini biləsiniz. Yəni mən düşdüyüm problema, mən rastlaşdığım problemlə siz rastlaşmayasınız. Başa düşdünüz? Neysə çox belə pis danışdılar mənə. Hələ başladılar məni belə lori dildə desəm neprav çıxartmağa. Bir üzr haqlıq eləsinlər. Heç nə. Mənə deyir ki, bu deyir təhribata oxşayır deyir siz tərəfdən. Siz deyir bizə təhribat edir. Siz kimsiz ki mən sizə təhribat eləyim? Hə? Yəni mən kiməm ki mən təhribat eləyim? Mən bəyəm təhribatçıyam. Bu bəyəm siyasətdir. Sadəcə olaraq siz bir servis verirsiniz də, yəni nəsə bir yemək satırsınız da, onu da ki eləyə bilmirsiniz. Yəni cəmaatdan pul alırsınız, satdığınız məhsul bəlli. İndi bu videonu qoyacağım, görəcəksiniz. Dalıca zəng eləmişəm, sizlə danışıram, üzr haqlıq əvəzinə başlayırsınız mənimlə söz güləşdirməyə. Bu da o göstərir ki, sizin servisinizdə belə sıfır bir vəziyyətdədir. Başa düşürsünüz. Yəni sağ olsun Bolt tətbiqi, çəkdiyim şəkilləri göndərdim ora və o tətbiq də mənə həmən mən xərclədiyim pulu qaytardı. Siz də bunu bilin. Əgər bax belələrindən nəsə alırsınızsa, sifarişdən narazı qalırsınızsa, siz Bolt tətbiqə müraciət edib, əgər iradlarınız doğrudan da yəni əsaslıdırsa, mütləq şəkillərini çəkin, göndərirsiniz, onlar sonra sizə həmən o pulu qaytarırlar. İndi isə buyurun, gəlin, baxın həmən o video, qəlbdən qəlbə. Dadı biabırçılıq. Hələ bir ki, o yanmış yağ dadı var, amma ondan dadı verir. Maraqlısı budur ki, humusdaki şirindir. Yəni ki, bu yanmış məxluqlara bunlar İskəndər deyirlər. Vallahi biabırçılıq, yəni yiləsi şey deyil. Yanmış ət. Baxın. Ətin bax bu hissəsinə baxın, bu hissəsinə baxın. Tam şəkildə yanıb. Hər yer bu yanmış ətdir. Muz, bu haydari.